xoş gördük. Bu gün sizinlə birlikdə 3-cü sinif Azərbaycan dili iş dəftərindən səhifə 26-da olan tapşırıqları həll edəcəyik. Başlamazdan öncə kanalıma abunə olmağı və videomu bəyəndinizsə bəyən düyməsinə basmağı unutmayın. Gəlin başlayaq. Artıq səhifə 26-dayıq. 3 tapşırığında deyir ki, mürəkkəb cümlələri seç və işarələr. 1. Hamı səni dinləyir, inamla danış. Burada bu mürəkkəb cümlədir. Çünki, qoyaq bunu işarə. Çünki baxın, hamı səni dinləyir bir cümlədir, inamla danış bir cümlədir. 2. Kəşfiyyatçılar 4 dəstəyə ayrıldılar. Bu mürəkkəb cümlə deyil. 3. Güllər ətir saçır, bülbüllər cəhcəh vururdu. Bu mürəkkəb cümlədir. 4. Ana süfrə hazırlayır, Vüsallı ona kömək edirdi. Bu da mürəkkəb cümlədir, çünki ana süfrə hazırlayır bir cümlədir, Vüsallı ona kömək edirdi bir cümlədir. 5. Tar, kamança və saç simli musiqi alətlərdir. Bu mürəkkəb cümlə deyil. Keçək tapşırıq B-yə. Aşağıdakı mürəkkəb cümlələrdə neçə fikir ifadə olunub? Nümunəyə baxaraq qarşısında qeyd et. Gəlin qeyd edək. Birincidə günəş batdı, səmada ulduzlar göründü. Burada 2 dənə cümlə var. Baxın, bir də birincisi günəş batdıdır. Baxın, günəş batdı bir cümlə. Səmada ulduzlar göründü, ikinci cümlədir. İndi biz də bunlarda eyni şeyləri tapacağıq. Yaz gələcək, çiçəklər açacaq, yamaclar yaşıllığa bürünəcək. Burada neçə cümlə var? Birincisi yaz gələcəkdir. İkincisi çiçəklər açacaqdı. Üçüncüsü yamaclar yaşıllığa bürünəcəkdir. Deməli neçə cümlə var? 3. Belə yaxşı olmadı, ona görə yazaq. Sonra deyir ki, həyətdə daşlar süzüldü, ocaq qalandı, qazan asıldı, yemək bişirildi. Deməli, bu bir cümlə. Həyətdə daşlar düzüldü bir cümlə. Ocaq qalandı bir cümlə. Qazan asıldı bir cümlə. Yemək bişirildi bir cümlə. Neçə cümlə elədi? 1 bu, 2 bu, 3 bu, 4 də bu. Deməli, neçə cümlə oldu? 4 dənə cümlə oldu. Sonra deyir ki, yazaq. Deyir ki, sonra da avtobus dayandı, sərnişinlər yerə indilər. Bu da endilər. Bu da bir cümlə bu, ikinci cümlə bu. Buradan belə 1 bu, 2 bu, ikinci cümlə. Bura 2. Sonra C-də də deyir ki, uyğunluğu müəyyən edərək mürəkkəb cümlələr düzəlt. Mürəkkəb cümlələr düzəlt. 1. Mədinə təqdimat edir. Mədinə təqdimat edir. Sonra nə olar? C-dəki olar. Hamı maraqla dinləyirdi. Yazaq. 1. Bir dəqiqə. Bunu belə eləyək. Mədinə təqdimat edir. Sonraki cümlə isə yazacağıq biz. Mədinə təqdimat edir. Sonra da yazacağıq ki, Mədinə təqdimat edir. Hamı maraqla dinləyirdi. Sonra da yazacağıq ki, hamı maraqla dinləyirdi. Burada C olmayacaq. Hamı maraqla dinləyirdi. Bu ikinci. Musiqi bitdi. Musiqi bitdi.
Alqış səsləri göyə yüksəldi. Musiqi bitdi. Musiqi bitdi. Sonra isə olacaq alqış səsləri göyə yüksəldi. Yəni buradakı Ç olacaq. Olacaq ki, alqış səsləri göyə yüksəldi. Sonra üçüncüdə də olacaq ki, qəflətən, baxın bu cümlədə. Olacaq ki, qəflətən atəş səsi gəldi. Hamı diksindi. Hamı diksinəndə qəflətən gəlsə, elə deyil? Bəli. Səsi gəldi. Nə olar? Hamı diksinər. Baxın, bu cümlə bu cümlə belə olacaq. Hamı A'dakı hamı diksindi olacaq. Sonra 4. Qapı açıldı. Qapı açıldı. Bu cümlə. Sonra da deyir, qapı açıldı. İçəri hərbi geyimli bir qız daxil oldu. Yazaq. Qapı açıldı. İçəri baxın bu cümlə. İçəri hərbi geyimli bir qız daxil oldu. Daxil oldu belə. Birincidə olacaq Mədinə təqdimat edir, hamı maraqla dinləyirdi. İkincidə olacaq musiqi bitdi, alqış səsləri göyə yüksəldi. Üçdə olacaq qəflətən atəş səsi gəldi, hamı diksindi. Dörddə olacaq qapı açıldı, içəri hərbi geyimli bir qız daxil oldu. Keçək tapşırıq C-yə. Verilmiş fikirlərə daha bir fikir əlavə edərək mürəkkəb cümlə düzəld. Gəlin düzəldək. 1. Səhər açıldı. Səhər açılanda nə olar? Uşaqlar məktəbə getdi. Nə bilim, uşaqlar yeməklərini yedi və s. Mən də yazacağım ki, günəş çıxdı. Səhər günəş çıxdı, günəş çıxır. Yazaq günəş çıxdı. Sonra ikincidə də deyir ki, baxın bu cümlə. Deyir ki, güclü yağış yağdı. Belə yaza bilərik. Yəni belə yazaq. Güclü yağış yağdı. Nə ola bilər? Güclü yağış yağanda su olur da. Hər tərəf su oldu. Tərəf su oldu. Və ya hər nə bilim insanlar islandı. Çətri olmayan insanlar islandı və s. eləmək olar. 3. Binada yanğın oldu. Yanğın olanda nə olar? Hamı evsiz qalır. Hamı evsiz qaldı. Və başqa şey, mən sadəcə yəni nümunə olaraq yazıram. Siz də başqa şeylər yaza bilərsiniz. Sonra 4. Körpə ağladı. Körpə ağladı. Nə bilim, anası onu sakitləşdirdi. Və başqa şeylər də yaza bilərsiniz, siz nə istəyirsinizsə. Bu sadəcə üç cümləni tamamlayırıq. 5. Meyvələr yetişdi. Bağban meyvələri yığdı və biz meyvələri yığdıq. Yazaq. Bağban meyvələri yığdı. Belə dostlar, bugün də sizə ev tapşırıqlarını yerinə yetirməkdə kömək etməyə çalışdım. Ümid edirəm ki, video ürəyinizdə oldu. Əgər bəyəndinizsə videonu bəyənməyi, paylaşmağı və kanalıma abunə olmağı unutmayın. Hələlik.